Amma bir dənə bir şey deyim. Mən bir dənə sizlə mənim xoşuma gəlməyən bir şey var divar kağızlarında. Bəlkə də onu abartı eləyirlər. Bir də görsən gedirsən evə, görsən divar kağızı yapırlar. O qədər ağır stilli divar kağızıdır ki. Yəni böyük bir evdir. Prosta boğuluram mən orada. O üslubdur. Hardasa klassik üslubunu düzdür. Klassik üslubunu klassik belə üslubda o bizdə ümumiyyətlə bir göstəriş xarakterlidir o. Bir də həqiqətən də amma o ev onu daşıya bilir. O evin hündürlüyü, ev o klassika hündürlüyü sevir. Yox, mən bir söz demirəm. Yaxşı idi, amma mütəmadi qalmağı yəni yorurdu məni. Bəs insanlar kimi də üslublar fərqlidir də. Konkret bir üslub bir mənzilə tətbiq oluna bilməz. Yoxdur elə bir şey. Üslub baza götürülür. Yəni tutaq ki, sizin xarakteriniz bura inteqrasiya olunur. Məsələn, sizin yoldaşınızın xarakteri bura inteqrasiya olunur. Nə yarandı? Tamamilə fərqli bir üslub. İndividual oldu da. Mütləq şəkildə. Konkret bir üslub üzərindən bu standart gedilə bilər. Amma orada əlavələrin olunması, orada kim yaşayacaqsa, ona uyğunlaşdırılıb verilməlidir. Yox, mən bu üslubla bu üslubu qarışdıra bilmərəm deyə bir şey yoxdur. O limitdir. İnsanın beyninin limitidir. Limit ola bilməz. Yəni beyin yəni qarışdırma olar. Bəli, ona görə də hər bir şəxs, hər bir fərd yeni bir dizayn mərhələsi yaradır. İzah eləyə bilirəm də yəqin. Bax, hər bir kəsə görə fərqlidir o. Standart bir dizayn xətti yoxdur. Bax, gəlin belə eləyək. Gəlin, bax, tutalım ki, indi bir dəqiqə təsəvvür eləyək ki, bir mənzili təmir edirik də, belə. Təmir eləmək, dizayn edirik. Dizayn edirik. Baxın, otaq keçək. Orada keçək, orada nə verə bilərik orada həmin otaqlara. Məsəl üçün, başlayaq indi giririk, mənzilə giririk də. Birinci dəhliz hissədən başlayaq. Tamam. Gəlin mən dəhlizi biz neynəməliyik ki, cəlbedici olsun, biraz adamı xoş gəlsin də ən azından giriş edəndə. Onu belə izah eləyək. Qapıdan girdik. Qapıdan girəndə əlimizdə bir açar varsa, o açarı hara qoymalıyıq? Konsul olmalıdır. Konsulun qarşısına qoyduq. Ayaqqabımızı çıxartmalıyıq. Ayaqqabımızı çıxardıb hara qoymalıyıq ki, bu qarşı tərəfdəki hissəni, məsələn, 1 metrdən o tərəfə olan hissəni daha çox bulaşdırmayaq da. Deməli, nə olmalıdır? Ayaqqabı çıxarılmalıdır. Ayaqqabı dolab olmalıdır. Oturdum, ayaqqabımı çıxartdım, dolabına qoydum və içəriyə doğru getdim. İndi yaxşı, bunun əksini düşünək. Mən gəlirəm, çölə çıxmaq istəyirəm. Yəni, geyimimi geyindim, dolabım geyindim, ayaqqabımı geyindim, boy güzgüsü lazımdır. Üstümə, başıma baxdım, səliqəli. Açarımı götürdüm, çıxdım. Okey, bu rahatlıq. Bəs dizayn? Tamam. Elə əslində rahatlıq dizaynın 80%-ni təşkil edir. Okey. Orada qapının açılması, qapının hansı istiqamətdə olması, qapının sağ və ya sol tərəfində nə qədər yer var, onu uyğunlaşdırılır hər dəfə fərqli bir şəkildə. Mən qapının ağzındakı konsolu bir 5 metr bəlkə də o tərəfə qoysam, 3 metr o tərəfə qoysam, daha qəşəng görüntü əldə eləyərəm. Amma funksional olmayacaq. Mən əlimdə açarla, ayaqqabımı çıxardıb, əlimdə açar aparıb ora qoymağım. Yaxşı, tutalım ki, bax, deyək ki, adam mənzilə daxil olur da, düzdür. Biri ola bilər ki, indi biri solaxaydı. Neynirik indi biz? Bax, o bizim verdiyimiz suallar var, standart suallar ki, hansı ki deyirəm ki, məsələn, siz hansı daha çox rəngi sevirsiniz? Yəni, bu quru bir sualdır və empati hissi, mən sizi kəşf etməmiş, müştərini kəşf etməmiş və onun haqqında xırda detalları belə bilməmiş, hiss etməmiş, dizayn etmək bu standart olacaq. Bu standartdan kənara çıxardan suallar var. O suallardan biri siz övladlarınızdan nə qədər vaxt sərf edirsiniz və hansı oyunlar oynayırsınız? Deməli, oyun zonası yaradılmalıdır bunlar üçün. O sevdikləri oyuna uyğun. Tutaq ki, yoldaşınız
bir peşəyə sahibdir, bir işlə məşğul olmalıdır. Onun üçün ayrıca bir hissə ayrılmalıdır ki, o orada öz fəaliyyətini davam eləyə bilsin. Uşaqların peşələri nə olacaq? Hansı istiqamətə yönümlüdürlər? Ona uyğun bir güşə yaradılmalıdır. Yəni sizə bir hadisə danışım, haşiyədən kənara çıxım sonra. Bir ev var idi. Bu qədər detalcı fikirləşməyimizin əslində səbəbi bir körpə uşaq olub. Aha. Evi inanılmaz dərəcədə bəzədik, düzədik. İdeal bir şəkildə kravatı uşağın istədiyi rəngdə, dolabı istədiyi rəngdə. Uşağın da cəmi 3 yaşı var. Hətta sizə deyim ki, onun oturub rəsm çəkməsi üçün masanın hündürlüyü filan hər bir şey ona uyğun ayarlanıb. Elə də ürəklə danışıram. Ayşə bax, bunu sənin üçün elədik, bunu burada elədik, bunu bura qoyduq sənin üçün, sən burada rahat yazasan deyə, sən burada rahat uzanasan deyə, gün işığı sənə belə düşsün deyə və s. və axır uşağın sonunda verdiyi bir sual. Salih xanım, mən harda oynayacam? Uşaqdır da. Oy, ondan sonra bir belə deyim də çöndüm, dizayna baxdım, qayıtdım. Sən necə fikirləşirsən? Özümə dedim. Səncə bu yaratdığının uşaq üçün əhəmiyyəti var? Yoxdur. Amma müəyyən sonradan bir transformasiya nəzərə almaq. O transformasiya, o uşağın o sualından sonra bir sual idi da o. O bir sualdan sonra uşaqların orada ailə fərdlərinin hamısı ilə ayrı-ayrılıqda görüş keçirdirəm. O nə sevir? Zamanını necə sərf etməyi sevir. Elə bil ki, o mənim üçün dönüş nöqtəsi yaratmışdı dizaynda. Vacib dəsin. Bəli. O qaydaq o suallara. Sualların içində mütləq şəkildə solaxay, evdə solaxay varmı? Hə, yəni ki, o suallardan biri heyvan varmı? Mütləq o sual verilir. Çünki ev heyvanları üçün həm divan üçün seçilən material fərqli olur. Yəni yumşaq mebellər üçün seçilən material fərqli olur. Sanitar qovşaqların quruluşu tamamilə fərqli olur onlar üçün. Yəni xüsusiləşdirilmiş. Sonra peşələri nədir? İnsanların peşələri nədir? Sevdikləri rəng nədir? Sevmədikləri rəng nədir? Və günün neçə saatını evdə keçirdirlər? Bu suallar, mən hələ sizə bir hissəsini dedim. Çox vaxt insana görə dəyişir. Standart bir sual yoxdur. İnsanla danışıq prosesində yaranır bu suallar. Çünki fərdə yanaşma standart suallardan da kənar suallar verməkdir. Məsələn, yaşlı adam varmı? Yaşlı adam varsa mütləq şəkildə sanitar qovşaqlar ona uyğunlaşdırılır. Aşağıda bir sanitar qovşağı yaxın yataq otağı salınır ki, onların hərəkət normal şəkildə həyata keçirilə bilsin. Və evdə fiziki qüsuru və ya fiziki məhdudiyyəti olan şəxs varmı? Çünki ona uyğun arabanın keçirilməsi, hərəkəti filan ona uyğunlaşdırılmalıdır.